Hansı insanların? O insanlar ki, çox günah görüblər, ancaq daha sonra Allahı xatırlayıb, ondan bağışlama diləyib və həmin günahlarla dolu həyatı tərk ediblər. Bu insanlar üçün bir mükafat vardır. Bu mükafat da Allahdan həqiqi bağışlanmadır. Ağacları altından çaylar axan cənnətdir. Hansı ki, onlar orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də böyükdür. Siz pis əməldən sonra yaxşı bir əməl işləyirsiniz. Allah da deyir ki, biz sizin pis əməlləriniz haqqında yox, yalnız yaxşı əməlləriniz haqqında danışacağıq. La ilahə illallah. Allahın rəhmətinə bir baxın. Qardaş və bacılarım, bunlar Allahın günah işləyənləri bağışlaması haqqında dedikləridir. Allah xüsusilə Ali İmran surəsinin bu ayəsində böyük günah işləyənləri nəzərdə tutur.